Çiçəkli bitkilərdə qeyri-cinsi çoxalma, açar sözlərimiz nədir? Qeyri-cinsi çoxalma, vegetativ çoxalma, calaq, calaqaltı, calaq üstü. Leyla uzanbar bənövşəsi bitkisini çoxaltmaq qərarına gəldi. O bitkidən yarpaq qopararaq başqa bir dibçəyə əkdi. Müəyyən müddətdən sonra yarpaqdan yeni bitki inkişaf etdi. Gördüyümüz kimi buradan qoparılan bir yarpaqdan yeni bir bitki inkişaf etmiş oldu. Deməli biz yarpaqla bitkini çoxalda bilərik. Leyla hansı çoxalma üsulundan istifadə etdi? Sizcə yeni bitki əlamətlərinə görə ana bitkiyə oxşar olacaqmı? Bəli, deməli biz bu vaxta qədər öyrəndiyimiz iki qat mayalanmanı öyrəndik. Bu cinsi çoxalma idi. Cinsi çoxalmada mütləq erkəkcik və dişicik iştirak edirdi və burada mayalanma prosesi gedirdi. Amma indi gördüyümüz kimi təkcə bir yarpaqdan inkişaf etdi bitki. Sanki yalnız ana bitkinin öz üzərində oldu da. Biz burada ata bitki gördük, erkəkcik gördük, dişicik gördük. Xeyr. Təkcə bir yarpağı torpağa bastırmaqla, onun kökləndirməklə, əlavə köklərlə. Yadınıza gəlirsə biz demişdik ki, əlavə köklər yarpaqlar gövdələrdən çıxır. Biz məsələn bəzən dibçək güllərindən görürsüz, özümüz qoparıb suya qoyuruq. Bir müddətdən sonra oradan kök atdığını görürük. Həmin o gövdə hissəsindən yeni əlavə köklərin çıxdığını müşahidə edə bilərik. Əlavə köklərin üzərində də yan köklərdə görmək olar. Eləcə də burada da bənövşəni də heç birbaşa torpağa bərkitməmiş, elə suyun içərisinə qoysaq, görəcəyik ki, oradan əlavə köklər inkişaf edə bilir. Və bu formada da biz onu çoxalda bilərik. Və indi gəlin baxaq görək bu qeyri-cinsi çoxalma nədir? Qeyri-cinsi çoxalmanın bir sıra formaları var. Onlardan təbiətdə ən geniş rast gəlinəni vegetativ çoxalmadır. Vegetativ orqanlar vasitəsilə bitki fərdlərinin sayının artması vegetativ çoxalmadır. Yəni biz dedik ki, çoxalma iki formada oldu. Cinsi çoxalma və qeyri-cinsi çoxalma. Cinsi çoxalmanın isə bir çox formaları var. Bunlardan biri də vegetativ çoxalmadır. Vegetativ deyəndə biz vegetativ orqanlar nəyə demişdik? Kök, gövdə və yarpaq. Düzdürmü? İndi gəlin görək, kök, gövdə, yarpaqla necə çoxaldırıq bitkiləri. Çiçəkli bitkilərdə vegetativ çoxalma bir sıra üsullarla baş verir. Bunlara çiçəkli bitkilərin yerüstü, yeraltı vegetativ orqanları, onların şəkil dəyişmələri ilə çoxalmanı misal göstərmək olar. Yadınıza gəlirsə, biz bitkilərdə yerüstü və yeraltı şəkil dəyişmələrdən danışmışdıq. Məsələn, yeraltı şəkil dəyişmələr deyək ki, kökümsov, gövdə yumrusu, və yaxud da kök yumruları, gövdə yumruları, bunları demişdik. Bığcıqlarla çoxalma, gəlin görək bığcıqlar hansı bitkilərdə olur. Çiyələk bitkisinin bığcıq şəklində uzanan yerüstü zoğları üzərindəki tumurcuqlardan yeni bitkilər inkişaf edir. Yeni bitkilər əlavə köklərlə torpağa bərkir. Cavan bitkilərlə ana bitkini əlaqələndirən zoğlar quruduqdan sonra onların hər biri müstəqil bitki kimi inkişaf edir. Yəni bu ana bitkidir, bu onun kökləridir, gövdəsidir, yarpaqlarıdır. Və gördüyümüz kimi bitkinin hansı hissəsindən oldu? Yerüstü zoğları üzərindəki tumurcuqlardan yeni bitki inkişaf edir. Yeni bitki nə vasitəsilə? Əlavə köklər vasitəsilə torpağa bərkidir. Yəni buradan çıxdı, həmin bu bığcıqlar gəldi, torpaqda nədir? Ana bitkini əlaqələndirən həmin o zoğ vasitəsilə uzandı və başladı burada bitməyə, əlavə kökləri inkişaf etdi və torpağa bərkitdi həmin bitkini. Bu formada böyüdü və beləcə bir müddətdən sonra həmin bu bığcıqlar qurudu. Quruyandan sonra ayrıca bu müstəqil bir bitki kimi böyüməyə başlayacaq. Gövdə yumrusu ilə çoxalma nədir? Biz demişdik ki, kartofun biz gövdə yumrusunu yeyirik. Yəni həmin o kartofun aşağı hissəsində, yəni torpağın altında olan gövdəsinin uc hissələrində bax belə zoğların uzanan çıxıntıları olur ki, həmin o zoğların ucunda kartof belə yetişir bu formada və əkilən hər kartof yumrusundan onlara yeni gövdə yumrusu əmələ gəlir. Fikir versəz, biz görərik ki, kartofun ümumiyyətlə gövdə yumrusunun üzərində belə əlavə tumurcuqlar olur. Evdə də özünüz müşahidə edə bilərsiniz. Bəzən işıq düşən bir yerə kartofu qoyduqda üzərində belə gövdələrin əmələ gəldiyini görürük və oradan hətta köklərin də çıxdığını görürük. Bu formada biz kartofu becərə bilərik. Bu yumrular bitkinin yeraltı zoğlarının uc hissəsinin genişlənməsi nəticəsində əmələ gəlir. Yəni gövdə yumrusu ilə çoxaltmaq. Biz kartofa gövdə yumrusu demişiksə, kartofu götürüb bu formada tumurcuqlandırıb onu torpağa əkə bilərik və beləcə biz kartof bitkisini çoxaltmış olacağıq. Gəlin görək kökümsov çoxalma hansı çoxalmadır? Kökümsov biz demişdik ki, gövdənin şəkil dəyişmələrindən biri də yeraltı şəkil dəyişmələrindən kökümsovlardır.
Kökümsovlara, kökümsovlu bitkilərə inci çiçəyi, ayrıqotu, dəvədəbanı, qatır quyruğu bu kimi bitkiləri deyə bilərdik. Bitkinin yerüstü hissəsi kökümsovun üzərindəki tumurcuqdan inkişaf edir. Yəni bu bitkilərin torpağın altında da sanki torpağın üstündə olduğu kimi belə nəyi var? Zoğu var. Hansı ki biz ona kökümsov deyirik və üzərində əlavə tumurcuqları, əlavə kökləri inkişaf edir. Eləcə də inci çiçəyi bitkisində də bunu müşahidə edə bilərik. Kökümsovdur. Kökümsovun üzərində əlavə tumurcuqlar olur. Əlavə tumurcuqlardan yeni bitkilər inkişaf etmiş olur. Deməli, ayrıqotunun kökümsovundan inkişaf edən cavan bitki, inci çiçəyinin kökümsovundan inkişaf edən cavan bitkini görmüş olduq. Soğanaqla çoxalma necə olur? Nərgiz, dağ laləsi kimi bitkilər soğanaqla çoxalır. Nərgizin, dağ laləsinin altında, yəni torpağın alt hissəsində gördüyümüz onun soğanaqlarıdır və soğanaqlardan da, yəni bu hissəsinə biz soğanağın dibcik deyirik. Həmin o dibcik hissəsi onun əslində gövdəsinin şəkil dəyişməsidir, yəni gövdəsidir. Soğanağın bu hissələrində olanlar isə demişdik ki, onun yarpaqlarıdır. Hansı ki onlar da şəklini dəyişir. Yarpaqlar üzərindəki quru yarpaqcıqlar deyirik, içərisində lətli yarpaqlar deyəcəyik. Və bu bitkilər dedik, nə ilə çoxalacaq? Soğanaqla çoxalmış olacaq. Sonra gələk, indi çoxalma. Gəlin görək, çiliklə çoxalma nədir? Çilikli bitki, ümumiyyətlə çilik, vegetativ orqanların, yəni çoxalmasında istifadə olunan bir hissəsidir. Yəni bitkinin üzərindən götürülən bir hissəsi. Ağac və kol bitkilərdən əksəriyyətinin söyüd, qızılgül, qarağat, gövdə çiliklərlə çoxaltmaq mümkündür. Yarpaq və kök çilikləri ilə çoxalan bitkilər də vardır. Bayaq şəkildə göstərmişdik. Hansı bitki idi? Yarpaqlar, begonya, uzambar, biz uzambar bənövşəni birinci şəkildə göstərdiyimiz bənövşə şəkli idi. Deməli, yarpaq çiliyi ilə çoxalan bitkilərə begonya, uzambar bənövşə, kök çiliyi ilə çoxalanlara isə morğu misal göstərə bilərik. Deməli, yarpaq çiliyi ilə nə oldu? Begonya, uzambar bənövşə, kök çiliyi ilə morğu misal göstərə bildik. Bəs söyüd, qızılgül, qarağatda nə oldu? Gövdə çilikləri. Deməli, çiliklə çoxalmanı bu formada dəftərinizə qeyd edəcəksiniz. Çiliklə 3 yerə qeyd edirsiniz. Hansılar oldu? Gövdə çilikləri, yarpaq çilikləri, bir də hansı olacaq? Kök çilikləri. Kök çilikləri. Gövdə çiliklərinə nə aid oldu? Gəlin yazaq. Söyüd, bu formada siz də dəftərinizə yazacaqsınız. Qızılgül, bir də qarağat. Kitabda verilən nümunələri mütləq əzbərləməliyik. Yarpaqla çoxalmada begonya, uzambar bənövşə, bir də kök çiliyi ilə nəyi göstərə bilər? Morğu. Əslində bitkilər çoxdur, sadəcə nümunələri az veriliblər. Bunları qeyd edəcəksiniz bu formada dəftərinizə. Çəhli bitkinin gövdə çiliyi ilə vegetativ çoxaldılması ləvazimat, otaq bitkisi və qızılgül budağı içərisində olan dibçək, su, bağ qayçısı, işin geçişi ehtiyatla bitkidən zoğ kəsin. Zoğun üzərindən bir neçə yarpaq saxlayın. Hazırladığınız gövdə çiliyini dibçəkdəki torpağa bastırın və onu sulayın. 2-3 həftə müşahidə aparın. Fikir versəz, bax bu formada bitkinin üzərindən çiliyi qopartdıq və torpağa bastırdıq və bir müddətdən sonra onun kökləndiyini görə bilərik. Müzakirə edin. Sizcə gövdə çiliyindən ilk olaraq hansı növ köklər inkişaf edəcək? Təbii ki, ilk dəfə deyəcəksiniz ki, əlavə köklər inkişaf edir. Əlavənin üzərində isə yan köklər olmuş olacaq. Yadınızda saxlayırsınız, əsas kök yalnız toxumdan inkişaf edir. Yəni, toxum olmalıdır ki, biz əsas kökü görə bilərik. Toxumun birinci cücərir, rüşeym kökçüyü çıxır. Həmin o rüşeym kökçüyündən isə əsas kök çıxmış olacaq. Nə üçün gövdə çiliyi ilə çoxalma təsərrüfatda ən geniş yayılmış vegetativ çoxalma üsuludur? Çünki cinsi çoxalma vaxt aparan üsuldur. Amma vegetativ üsulla qısa müddətdə tez və daha çox biz bitkiləri çoxalda bilirik və ana bitkinin xüsusiyyətlərini özündə saxlayır və dəyişdirmir. Düşün, müzakirə et, paylaş, çiçəkli bitkinin vegetativ çoxalmasının bioloji rolu nədən ibarətdir? Təbii ki, yenə dediyim kimi ana bitkinin xüsusiyyətlərini daşıyır, yəni yeni əlamətlər qazanmır. Bitkinin hansı xüsusiyyətləri varsa onu qoruyub saxlayır. Amma cinsi çoxalmada isə müxtəlif belə deyək, maylanma nəticəsində
formasını, rəngini və yaxud da dəyişə bilir. Yəni yeni əlamətlər qazana bilir. Bunu yadımızda saxlayırıq. Bitkinin hər hansı bir hissəsinin zoğ, tumurcuq başqa bitki üzərinə köçürülüb birləşdirilməsinə calaq deyilir. Yəqin ki, calaq hadisəsi ilə tanışsınız və onu eşitmisiniz, görmüsünüz. Bu zaman kökü torpaqda olan bitki calaqaltı, ona calanan bitki hissəsi isə calaq üstü adlanır. Deməli, calaq üsulları hansılardır? Gördüyümüz kimi şəkildə, bax burada göz calağını veriblər. Gəlin görək bu göz calağı nədir? 3 növ calaq üsulu var. Göz calağı, sadə calaq, yarma calaq. Göz calağı bitkinin üzərində gördüyümüz kimi, baxın, bu calaq üstü, ümumiyyətlə bitkidə bir calaq altı olur, bir də calaq üstü olur. Calaq altı hansı ki, elə bir bəzən bitki olur ki, məsələn, soyuğa davamlıdır, amma meyvələri yaxşı deyil, turşdur, kiçikdir. Biz bunu hansı ki, soyuğa davamı olmayan, şirəli ola bilər, istini sevən bir bitki. Bu formada, yəni iki fərqli bir bitkiləri biri-biri ilə çarpazlaşdırıb, yəni hər ikisində üstün bildiyimiz əlamətləri saxlamaqla onları sanki yeni bir bitki əldə eləmiş oluruq və buna görə də biz hər hansısa bir bitkini calaqaltı kimi götürürük və onun üzərinə hansı ki istədiyimiz o xoşumuza gələn əlamətləri olan həmin o ağacdan üzərində gözcüyü olan, yəni tumurcuğu olan T formasında, yəni bu formasında bir hissəni götürürük və gətirib qoyuruq bu calaq altının üzərinə. Yəni həmin bu bitkidən calaq üstü adlandırdığımız bitkini gətirib qoyuruq bu calaq altının üstünə, həmin o tumurcuğu. Və bu formada o tumurcuq hissəni bağlayırıq, möhkəm qalır orada və bir müddətdən sonra o həmin hissələr bir-biri ilə yapışır, yəni inkişaf edir və beləcə bitkidən yeni budaq, yəni yeni zoğ çıxmış olur. Bu oldu hansı? Göz calağı. İndi baxaq sadə calaq nədir? Sadə calağı isə təbii ki, burada da yenə eyni formada bir calaq altı bitki götürürük, bir də calaq üstü. Calaq altını da bu formada, çəpinə formada kəsirik. Calaq üstünü də hər ikisini bir-birinə yapışdırıb bağlayırıq. Yəni möhkəm hər hansısa bir ipləmi, nə bilim, dəsmallamı, nəyinəsə bağlanılır və bu formada uzun müddət saxlanılır və bir müddətdən sonra görürük ki, artıq orada cücərməyə başlayır və yeni budaqları görəcək və o inkişaf etdikdən sonra təbii ki, buradan budaq çıxmış olacaq. Və bir də yarma calaq nədir? Yarma calaqda yenə calaq altı götürülür. Calaq altının oduncaq hissəsi iki yerə yarılır və calaq üstü olan bitkidən qələmlər götürülür. Həmin o qələmlər yarılan hissəyə keçirilir və möhkəm bağlanılır. Və müəyyən müddətdən sonra təbii ki, həmin o qələmlərin üzərindən yeni zoğların çıxdığını müşahidə edirik ki, bu da hər iki bitkinin xüsusiyyətlərini özündə daşımış olacaq və beləcə yeni bir bitki əldə etmiş olacaq. Bilirsinizmi, brofeliumun bitkisinin yarpaqlarının kənarlarında çoxlu tumurcuqlar əmələ gəlir. Bu yarpaqlara azca toxunduqda tumurcuqlar tökülür və onlardan yeni bitkilər inkişaf edir. Dibçək bitkisi də yəqin ki, bəzilərinizin evində olmamış olmaz. Yəqin ki, görmüsünüz, belə yarpağın kənarlarında tumurcuqlar əmələ gəlir. Sanki balaca yarpaqlıcıqlardır və tökülür torpağa, hətta altında əlavə köklərini də görmək olur. Suya qoysaq, əlavə köklərin də inkişafını müşahidə edə bilərik. Öyrənilərinizi tətbiq edin, şəkildə verilmiş şəkilləri nəzərdən keçirin. Gördüyümüz kimi bu bitkilərdə nə gördük? Aşağısında, yəni yumrularını görürük, gövdə yumrularını. Burada bu bitkilərin də dedik ki, yerüstü zoğları əmələ gəldi. Yerüstü zoğlarından da yeni bitkilər inkişaf etdi ki, hansı ki onlarda da əlavə köklər oldu, torpağa bərkidi və inkişaf etmiş oldu. Bu da soğanaqlı, daha doğrusu kökümsovlu bitkidir və torpağın altında soğanağa da bənzəyir, əslində kökümsova da bənzəyir. Daha çox, yəni soğanaqlı bitki kimi yəqin ki bunu veriblər. Yenə də dediyim kimi kökümsova da bənzəyir. Burada da yenə soğanaqlı bu bitkidir. Sizcə bu bitkiləri vegetativ çoxalmanın hansı üsulları ilə çoxaltmaq olar? Bayaq dediyim kimi gövdə yumrusuyla, yerüstü, yəni ostalonlarla, yəni bığcıqlarla və yaxud da kökümsovuyla soğanağı bu formada çoxalda bilirik. Çoxalmaq xüsusiyyətinə görə bu bitkilərə bənzəyən hansı digər bitkiləri tanıyırsınız? Bunlara aid də nümunələr yaza bilərsiniz. Nə bilim, kartofa, topinambur yaza bilərik. Soğan, sarımsaq, nərgiz, yasint, bunları deyə bilərik. Bayaq dediyimiz bitkilərin adlarını çəkə bilərik. Öyrənilərinizi yoxlayın. Çəkili bitkilərin vegetativ çoxalmasında istifadə oluna bilməz.
Biz demişdik ki, bayaq vegetativdirsə, burada generativləri seçmirik. Təbii ki, generativləri çıxardırıq, meyvəni çıxartdıq, toxumu çıxardırıq. Toxum da bizə lazım deyil. Deməli, gövdən şəkil dəyişməsi olar, yarpaq olar, kök vasitəsilə də olar, zoğ da olar. Çoxala bilər gövdə çilikləri, qızılgül, nərgiz, söyüd, dal laləsi. Qızılgül dedik ki, gövdə çilikləri ilə ola bilər. Soğanaq, nərgiz, söyüd gövdə çilikləri ilə ola bilər. Dal laləsi soğanaqlar vasitəsilə ola bilər. Düzgün yanlış ifadələri işarələyir. Bir bitki vegetativ çoxalmanın bir neçə üsulu ilə çoxaldıla bilər. Doğrudur. Calaq vasitəsilə çoxalmada bir fərd iştirak edir. Bu yanlışdır. Çiliklə yalnız kol bitkiləri çoxaldılır. Çiliklə yanlışdır bu da. Çünki gövdə çilikləri ilə ağacları çoxalda bilirik. Hər bitkinin istənilən vegetativ çoxalma üsulu ilə çoxaltmaq olmur. Bu doğru fikirdir. Çiçəyin çoxalmasında iştirak edən bığcıqlar onun yeraltı yox, yerüstü zoğlarıdır. Ona stalonlar da deyirlər. Yerüstü stalonlar. Kartofda isə yeraltı stalonlardır. Yadımızda saxlayırıq.